Salam uşaqlar. OTK 2024 9-cu sinif üçün olan sınaqların 12-cisi. 5-ci sual. Bizimlə Şanqayda əvvəllər heç vaxt eləmədiyiniz bir səyahət planlayın. Çinin top turist mərkəzlərindən birində. 5 gün, 4 gecə, 5 ulduzlu otel, restoranlar, kondisionerli avtobuslar hər zaman vaxtında işləyir. Səyahət yeməklərlə təmin olunub. Həftəlik qiymət $2000'dır. 2 yetkin və 1 uşaq üçün 12 yaşdan aşağı. Magic Elegance bu yəqin ki şirkətin adıdır. Bundan əlaqə saxlayın deyir. Deməli bu qeyd nə üçündür? Notice A variantına baxaq. 5 ulduzlu restoranlar təklif edir şirkətdən. Xeyr. B variantında deyir ki avtobus turuna dəvət edir Çinin top turist mərkəzinə. Bu ola bilər. C-yə baxaq. Aylıq paket, aylıq deyil, həftəlik idi. Bunu elə burada çıxardaq. Monthly deyildi, weekly idi. Baxın bura. D-də deyir ki, turistləri dəvət edir. Free of charge, pulsuz səyahət eləmək, pulsuz deyil. Y-də də deyir ki, xüsusi paket təşkil edir Şanqaya. Elə bu olur. B variantında deyir ki, B variantı niyə olmur? Çinin top turist ölkəsinə yox, şəhərinə yox, onlardan birinə də axı. Ona görə B olmaz. One of olmalıydı. One of sözü yoxdur. 6-cı sual. Əziz Mary, mən çox qəmginəm. Sənin qəzan haqqında eşitdiyim üçün xoşbəxtlikdən sən pis zədələnməmsən. Injured, yaralanmaq, zədələnmək. Ümid edirəm ki, tezliklə recover, sağalarsan və biznes həyatına geri dönərsən. Özünə yaxşı bax filan. Deməli, məktubun məqsədi. To wish to get well soon. Deməli, yaxşı olmağını diləmək, kiminsə yaxşı olmağını diləmək. Bəli, bunun üçün yaz belə. 7-ci sual. Qara Labrador itib Central Park, mərkəzi parkda, park ərazisində 15 maydan etibarən, maydan bəri, sinus bəridir. 2 yaşlı erkəkdir, quyruğunda ağ ucluq var, white tip, ağ uclu quyruğu var, taildə quyruqdur. Çox dostcanlıdır, qəhvəyi gözləri, uzun qara tükləri var. Finder, tapan, will be awarded, rewarded, mükafatlanacaq. Zəhmət olmasa Fred'e zəng eləyən bu demirə. Səhvi tapırıq, düzü yox, baxın, wrong. A-da deyir ki, Fred istəyir Labrador itini tapsın, düzdür. B-də deyir ki, Fred istəyir mükafatlansın, budur səhv. C-də deyir ki, Fred itini itirib. D-də deyir ki, Fred itini Central Park'da itirib. Y-də də deyir ki, Fred itini tapana mükafat verəcək. Bəd eləyir, düzdür bunlar. Mətin. David Copperfield, Charles Dickens'in əsəri bir novelladır ki, hansı ki bir hissəsi, yəni müəllifin həyat təcrübələrinə əsaslanır. Author, müəllif. Hekayə başlayır David Copperfield'in dünyaya gəlməsi ilə. O 6 aylıq olur atasının ölümündə. Yox, atasının ölümündən 6 ay sonra dünyaya gəlir daha doğrusu. Davidin anası Clara və dayəsi Pegoti böyüdür. Kim ki ona xoşbəxt uşaqlıq verirlər. Hər şey dəyişir. Onun anası qəddar Murdstone'la evlənəndə kim ki tez-tez Davidi döyür, bit, döymək. O Davidi göndərir oğlanlar üçün olan düşərgəyə, məktəbə. Orada o James və Tommy ilə dost olur. Anasının ölümündən sonra David göndərilir Londonda fabrikdə işləməyə. Orada poverty kasıblıq içərisində yaşayır və faced üzləşir harsh conditions, çətin vəziyyətlərlə. Davidin həyatı daha yaxşı olur. O fabrikdən qaçır və xalası Betsy'yi onu götürür, xalası və ya bibisi. Sonralar David belə kəşf edir ki, onun uşaqlıq dostu Agnes var. Bunu tapır bir güc mənbəyi olaraq və dəstək olaraq özünə. David Agnes'lə evlənir, onların bir neçə övladı olur birlikdə. Həmçinin uğurlu bir yazıcı olur və ailəsi üçün də rahat həyat təmin edir. 9-cu sualda doğruları tapır, correct statements. Bir də deyir ki, David Copperfield çətinliklərlə üzləşir Londonda fabrikdə işləyəndə. Hardaydı bunun fabriki? Londonda mıydı?
Bəli, üzləşirmiş və Londondaymış. Deməli, bir düzdür. Birinci düzdürsə B-ni çıxardaq, D-ni çıxardaq. İkincisi deyir ki, Murdstone ailəndə, onların ailəsilər anasıyla rastlaşmazdan əvvəl David kasıblıq və çətin vəziyyət içərisində yaşayırdı. Kasıblıq vardı, amma çətin vəziyyət yazmamışdı. Bu hələlik qalsın. Üçüncüdə David Copperfield uğurlu biznesmen oldu fabrikdə işləyərkən. Əlbəttə yox. Üçlər səhvdir. Deməli, A ilə C qaldı. Dörddə isə deyir ki, Charles Dickens bu noveli, romanı öz həyat hekayələrindən yazıb. Düzdür bu. 1-dən 4. Dediyim kimi 2 səhvdir. Çünki orada yaxı deyir, anası ilə dayəsi ona yaxşı həyat verib, xoşbəxt həyat verib. Çətin vəziyyətləri Murdstone'dan sonra olub. 9-cu sual mətn nə haqqındadır? A-da deyir ki, məşhur bir novelin məzmunu elə budur. B variantında David Copperfield'in valideynləri, C-də deyir Agnes'lə evlənməsi, D-də deyir ki, oğlanlar üçün olan məktəb, Y-də deyir ki, David'in xoşbəxt uşaqlığı, xeyr. Onda hansı sualın cavabıdır? David'in həyatı nə zaman yaxşı oldu? Xalası ilə gedəndən sonra oldu. A-da deyir ki, anası ilə evlənəndən sonra, anası yəni evlənəndən sonra. B variantı deyir ki, Murdstone'un peyda olmasından sonra, yox. C-də fabrikdə işləməkdən sonra, yox. D-də deyir ki, Londonda fabriki tərk edəndən sonra, bəli, fabriki tərk edir, sonra xalasını tapır. Elə bu variant düzdür, D variantı. 11. David'in anası Murdstone'la evlənəndə nələr oldu? 1. Onların həyatı dəhşət oldu. Ola bilər. Biri hələlik saxlayaq. 2-də deyir ki, David'in həyatı yaxşıya doğru dəyişdi. Əlbəttə yox. A, C, Y-də 2 var, bunları çıxartdıq. 3-də deyir ki, onların həyatında hər şey dəyişdi. Bəli. 4-də isə deyir ki, hər şey dəyişməz qaldı. Xeyr. 1-dən 3-də elə cavab B. 12-də deyir ki, hansı səhvdir? Davidi ögey atası böyüdüb, kim ki ona yaxşı uşaqlıq verib. Səhvdir də bu, biri budur. 2-də deyir ki, anasının ölümünün, yox, anasının evliliyindən sonra Davidin əvvəlki həyatı tamamilə yoxa çıxdı. Bu düzdür. Disappear yoxa çıxmaq, former əvvəlki. 3-cü deyir ki, Murdstone heç vaxt mistreated, pis davranmaq. David'e pis davranmayıb, səhvdir. Belə 1-dən 3-dür səhv. 4-ə baxaq. Novelin sonluğunda ümidverici qeydlər var. Bəli, sonra həyatı yaxşıya doğru dəyişir axı. Deməli, qrammatik suallar 13-də flowers cəm isimdir. Ona görə C, D, Y ola bilməz. A ilə B qaldı. İkinci tərəfdə picked faildir. Faildən sonra adlığa gələ bilməz. Cavab A-dır, obyektal. 14-də Fred ingilis dili müəllimidir. Bir kəsdən 2 dəfə danışır. An article. Fred is an English teacher. Ya B ya C. Sonra deyir ki, bütün mövzuları, burada nöqtə qoymağı unudublar yoxsa? Hə, qoyublar. Bütün mövzuları. Bəllidir ki, hansı mövzuları. Ona görə Z artiklı. Onsuz da qabağında ən olan B ilə C var. C variantının ikinci səhvində yenə ən yazılıb. Amma burada mövzular sözü cəmdir. Ən qoya bilməzdik. Onsuz da B idi cavab. 15. Sual cümləsində hansı düzgündür? A-da səhv yoxdur. B-də did keçmiş zaman, said keçmiş zaman. C-də did mübtədadan əvvələ keçməlidir, keçməyib. D-də ümumiyyətlə did yoxdur, köməkçi fe'l yoxdur. Y-də də did axı mübtədadan əvvələ keçir. Xəbərdən niyə keçib əvvələ? Xəbər say you-dan sonra qalmalı idi yerində. Cavab A. 16. Good həmişə ətlə olur. Bir şeydə yaxşı olmaq, to be good at. C variantı. 17. Bunu yanlış anlamayın. Məsələn, deyirəmsə, bu sənin səhhətin üçün yaxşıdır. It is good for your health. Üçün mənası da var. Amma bir şey etməkdə yaxşı olmaq, bir şey yaxşı bacarmaq ətləndir. 17. Everyone törəmə olduğuna görə törəmələrin xəbəri həmişə tək olur. Yəni 2 ilə 4. 1-3 cəm xəbərlərdir. 18. Zən müqayisə dərəcəsidir. B adidir. C adidir. Y üstünlükdür. D-də səhv müqayisədir. Həm mor var, həm er var. Deməli, cavab A. 19-cu sual. Baxaq. Hi ilə həv ola bilməz. A getdi. Həv çünki cəm xəbərdir.
Sonra burada will call gələcək zamandır, heard keçmiş zamanda uzlaşmır. If ilə başlayan tərəf gələcək zamanlar ola bilmir. Burada will var, burada da will not var. Hamısını çıxaranda y qalır. İndiki sadə zaman if ilə başlayan, digər tərəfdə gələcək sadə zaman conditional qaydasıdır. 20-ci sual. Sözləri izahına görə birləşdirmə. Population əhalidir. C variantına gedir. Bir ölkədə, şəhərdə yaşayan insanlar. 2-də waste tullantıdır. A variantı artıq ehtiyac olmayan, qırağa atılan əşyalar. 3-də destruction, məhv olmadır. Burada destroy sözündən bilinir. 21. I have got chances cəm isimdir. Deməli, much gələ bilməz. Muchdan sonra sayılmayan gəlir. Less gələ bilməz. Less-dən sonra sayılmayan gəlir. Less çünki little müqayisə dərəcəsidir. O birlər qalsın. İkinci tərəfdə very, yenə ikinci tərəfdə yeni isim yazılmayıb. Deməli, elə chances'dən söhbət gedir. B-nin ikinci tərəfində little yazıb, bu sayılmayan istəyir. Chances buna aid ola bilməz, cəm isimdir. Qaldı hansı variantlar? C və Y variantları. Deməli, Y variantını qoysaq, deyir ki, mənim çox şansım var iş tapmağa. Amma nickində very more, daha çox var, ona görə bu pis olur, qəmgin olur. Çoxdursa niyə pis olsun? C variantını qoysaq, mənim bir neçə şansım var. Nickdə isə very few'dur da, yəni çox azdır, yox dərəcəsindədir, ona görə pisdir. Cavab C. 22. School leavers'in sinonimi. School leaver məktəbi tərk edənlərdə məzunlar, yəni Y variantı graduate. Sonra 23. Helen had dinner with me. Had geçmiş sadə zamandadır burada. Helen mənimlə yemək yedi. Biz bunun inkarını düzəltsək və yaxud davamını gətirsək, eyni zamanda qoymalıyıq. Y-də məsələn was yazıb, bunun inkarı sualı wasla düzəlmir. But Mike hadn't deyə bilməliyik C-də. Çünki didn't deməliydik. Had indiki bitmiş zaman olsa inkarını özü düzəldir. Keçmiş sadə zamandır burada. C getdi. And Mike didn't. And inkar cümləsində işlənmir. A qaldı və D qaldı. Deməli, D-ni qoysaydı, deyərdi ki, Mike da mənimlə yemək yedi. Da deyərdi to, also, as well, bunları deyərdi. Bu düz gəlmir. A variantı isə but Mike didn't. Helen mənimlə yemək yedi, amma Mike yemədi. Cavab A. Həm də ki, Helen və Mike ikisi də yiyibsə, Mike'ı ikinci tərəfə qoymazdı. Elə başdan deyərdi ki, Helen and Mike had dinner with me. 24. Make-dan sonra gəlir to-suz feil. Kompleks obyekt qaydasıdır. To-suz sadə feil harda var? A-da var və B-də var. Burada did, does, to do olmaz. A ilə B-dən də A olur. Niyə? Çünki cümlənin ortasında adlı halın nə işi var? Obyekt hal olur. 25. Private sözünün opposite, əks mənalısı, yəni antonimi. Private özəl deməkdir, şəxsi deməkdir. Biz ümumi sözünü seçməliyik. 2. Common, ümumi. 4. Public, ictimai, xüsusi. 5-də international, beynəlxalq, bu da olar. Deməli 2, 4, 5.